Abituriyentlər, bugün mən sizə Nərgiz Nəcəf 250 sınaq test toplusundan 84-cü sınağın izahını verəcəm. Quantifiers, yəni kəmiyyət bildirən sözlər. Videoya keçməmişdən əvvəl yenə də bildirim ki, yay qruplarına qeydiyyat davam edir. Bəzi uşaqlarla, hansı ki dərslərlə bəyənən uşaqlarla biz yeni tədris ilində dərslərə ciddi şəkildə davam edəcəyik. İndi yay qruplarında da qeydiyyat var. Əvvəlki videomda da bunun haqqında məlumat vermişəm. Yəni, maraqlanan abituriyentlər, dərslərə qoşulmaq istəyənlər əlaqə nömrəmə WhatsApp-dan yaza bilər daha geniş şəkildə məlumat üçün. Başlayaq ilk sualdan. Deməli, quantifiers'da önəmli olan bəzi məqamlar var ki, onları bilməlisiniz siz. Deməli, yəni isim sayılandımı, sayılmayandımı? Burada görürsünüz, you have time. Time bilir ki, zaman anlamında sayılmayan isimdir. Dəfə anlamında sayılır o heç məsələn 5 times 5 dəfə. O da zaman anlamında deyil. Burada time sayılmayan isim gedir. Birinci FU'dan sonra həmişə cəm isim gəlir. Çünki FU ancaq sayıla bilən isimdən işlədilir. Bu getdi. Burada a lot. Bir var a lot of, bir var a lot. A lot fe'lə aiddir uşaqlar. Məsələn, çox yatmaq, çox yemək. Məsələn, deyirəm, o çox danışır. He speaks a lot. Məsələn, deyirəm ki, o çox yatır. She sleeps a lot. Yəni, a lot zərfdir də, hərəkətin, belə deyək, miqdarını bildirir. Səhv deyili, sadəcə time-a aid deyil, o fe'lə aiddir. Deməli, sonra burada indi a little, much və enough ola bilər qrammatik qayda ilə. İndi ikinci tərəfdən baxın, minutes, görürsünüz, dəqiqələr cəmdədir. Uşağa much sayıla bilməyən isimdən olur. Bu variantlarda getdi, qaldı A bəndi. Many bilirik ki, sayıla bilən isimdən olur. Məsələn, many books, many rivers, çoxlu, məsələn, çaylar. Bir də var, deyirəm ki, much water, much information, much milk, hansı ki, sayıla bilməyən isimlər, much advice. Belə, tərcümə deyəsəm, do you have a little time? Sənin biraz vaxtın var? Yes, I have a few minutes. Bəli, mənim, yəni, bir neçə dəqiqəm var. İkinci suala keçək, people. Bu sualın yarısı bu tərəfdədir. Bircə dəqiqə. Aha. People deyilə bilən, sayıla bilən isimdir. Burada a lot of, many ola bilər. Gəlin buradan hansı variantı çıxacaq biz. Buradan uşaqlar olmayacaq B bəndi nəyə görə? Only var, burada görürsünüz only. Only-ni yadda saxlayın ki, only-dən sonra ancaq nə gələ bilər? Ancaq ola bilər only if you. Qeydlər götürə bilərsiniz. Only a little. Bir də ola bilər only some. Bax, bundan başqa heç nə. Yəni, yadda saxlayın ki, bu quruluşlar düzdür. Only-dən sonra ya a few, ya a little. Yəni, bunlar article versiyasına gəlir. Ya da only some ola bilər. Başqa heç bir şey ola bilməz. Bu aydındır. İndi bu tərəfdə only, okay, a few da olar, a little da ola bilər. Amma da ismə də fikir verməliyəm də. People necə isimdir? Sayıla bilən. A little axa sayıla bilməyən isimdən işlədilir. Sayıla biləndən olmaz deyə. Burada B bəndi olmayacaq. A bəndinə baxsam, A bəndi tərcümə ilə uyğun gəlməyəcək. Çünki burada but var. But inkarlıq, təzadlıq bildirir də. Yəni, a lot of people study this language. Bu dildə deyir, çox insan yəni, oxuyur, təhsil alır. Amma only, bir dəqiqə, only a few people can speak. Yox, burada ola bilər. Ola bilər, özü istəyirəm, o birisi variantdan qarışdırım deyir. Amma bir neçə insan sərbəst danışa bilir. Görürsünüz, təzadlıq var. Çoxlu insan təhsil alır. Amma yəni, bir neçə insan ancaq yəni, bu dildə sərbəst danışa bilir. Ona görə burada A bəndi olacaq. Baxın, digər variantlardan da nəyə görə olmaz. C bəndi many ola bilər people-la işlədilsin. Amma only-dan sonra dedim ki, article da gəlir. Only few olmaz. C bəndi ona görə olmaz. D bəndi ona görə olmaz ki, a lot fe'lə aiddir. Burada people insandır. E bəndi da ona görə olmayacaq ki, much, yəni yenə deyirəm, sayıla bilməsindən olur. Ona görə people-la işlənməz. Keçdik üçüncü suala. Mrs. Brown is a good teacher. She has patience. Patience uşaqlar səbir deməkdir. Səbir sayılmayan isimdir. Biz deyə bilmərik ki, 5 səbir, 6 səbir. Ona görə birincisi B bəndi olmaz. Patience dedim sayılmayan isimdir. FU axı sayılmayan isimdən olmur. FU-dan sonra həmişə cəm isim gəlir. Çünki sayıla biləndən işlədilir. Ona görə many də olmaz. D da olmaz. Çünki a lot fe'lə aiddir. Ona görə A bəndi olacaq. Enough kifayət qədər deməkdir. Enough-dan sonra gələ bilir isim. Sifət, enough, isim. Ümumiyyətlə quruluş belədir. Sifət. Sifətdən sonra enough gələ bilir. Enough-dan sonra isim gələ bilir.
Məsələn, I have enough money. Mənim kifayət qədər pulum var. Deyir ki, yəni Mrs. Brown yaxşı müəllimdir. She has enough patience. Onun kifayət qədər səbri var. Dördüncüyə keçək. Deməli, 4-də nə deyir? 4-də. Junk food uşaqlar abur-cuburdur. Burada bilməyənlər üçün deyək. 5-dən baxın, much orange juice. Ola bilər. Portağal şirəsi. Biraz portağal, çoxlu portağal şirəsi. Much onsuz da sayıla bilməyəsindən olur və juice da şirə də sayılmır deyə burada birincisi 5 düz olacaq. Görə 5 olmayan variantı çıxsan B getdi, D getdi. 4-də baxıram. A little drops of water. A little sayıla bilməyəsindən olur. Burada drops gəlib olmaz. Yəni demək istəyir ki, biraz su damcısı. Burada mən if you ilə işlədə bilərdim. Drops var, damcı cəmdədir. Deməli 4 olmayacaq. Neçə baxsan few. Few ya few. Görən kimi bilin ki, nasıl cəmsim gəlib. Burada kap yazdı, bax kaps olmalıydı. Ona görə burada 3 də səhvdir. Deməli cavab oldu E bəndi. A little junk food. Abur-cubur sayılmır. A little ilə işlədə bilər. Sonra 2. So many students. Düz. 5-də də dedik onsuz düzdür. 5-ci testə keçsək. 5-ci testə. If-dən sonra bilirik ki, cəmsim gəlir. Deməli 1 doğrudur. A little lemon juice. Yenə düzdür bu. Meyvə şirəsi sayılmır. A little ilə işlədilir. 3 səhvdir uşaqlar. Çünki yağ sayılmır. Mən ilə necə işlədim onu. 4 də səhvdir. A little sayılmayan isimdən olur. Amma burada slices yazıb. Dilimlər sözü cəmdədir. Olmaz. 5-də də olar. Yəni a little butter. Biraz yağ. Butter sayılmayan isimdir. A little da sayılmayan isimdən işlədilir. Deməli oldu burada 1, 2, 5. Oldu. C bəndi. 6-ya keçək. 6-da nə deyir? A few pieces of information. If-dən sonra görən kimi cəmsim gəlir. Düzdür. Yəni bir neçə məlumat anlamındadır. Many cotton clothes. Baxın uşaqlar, burada baxın, çox diqqətli olun ki, çox uşaq götürür ki, manydən sonra cotton gəlməz. Pamuk çünki sayılmayan isimdir, səhvdir. Söhbət burada pamukdan getmir uşaqlar. Pamuk geyimdən gedir. Cotton clothes. Pamuk geyim axı cəmdədir. Ona görə burada ikinci sual düzdür. Aydındır. Burada 1 də düzdür, 2 də düzdür. 3 də burada bir dəqiqə. A little piece of advice. Səhvdir. Çünki piece hissə parça sayılır. A little sayılmayan isimdən olur. 4 burada. Doğrudur. Çünki xəbər sayılmır. Much sport news. Düzdür. İsmə baxmaq lazımdır. 5-də də many police inspector. Səhvdir. Əgər mən çoxlu deyirəmsə, demək polis inspektoru çoxdursa, deməli many police inspectors olmalıydı. Axı polis inspektoru çoxdur. Ona görə burada 6 olacaq. B bəndi 1, 2, 4 düzdür. 7-ci sual. 7-də nə olacaq? A few red flowers düzdür. F-dən sonra cəmsim gəlir. Yəni bir neçə qırmızı güllər. 1 düzdür. 2-ci sual. A little flower. Uşaqlar, a little-ın balaca anlamında var. Burada əslində quantifiers kimi səhvdir. Çünki biraz anlamına gəlirsə, o sayılmayan isimdən olur. Amma little həm də balaca deməkdir. Məsələn, mənim balaca qardaşım, my little brother, düzdür də. O anlamda uşaqlar, yəni işlədə bilər isim. Çünki a little elə bir amonim kimi düşündündə həm deməkdir biraz. Məsələn, I have a little time, o demək mənim biraz vaxtım var. Bir də var ki, deyirəm ki, mənim balaca bacım qızı var. I have a little niece, məsələn. Başa düşdünüz? Bu şəkildə də ola bilər. Ona görə 2 burada qalsın, hər ki ola bilər. 3 avtomatik səhvdir uşaqlar. Çünki a few dedim, necə isimdən gəlir? Hökmən, cəm isimdən. A few bunches of flowers, yəni bir neçə dəstə gül. 3 səhvdir. 4-də many flowers düzdür. Much sayılı bilməyən isimdən işlədilir, səhvdir. Deməli, burada 1, 4 olan cavab yoxdur. Üçlü cavablar var deyə 2-ni deməli götürə bilərəm. 1, 2, 4. Amma burada bilin ki, ikinci sual ona görə düz oldu ki, ikinci sual deyirəm, özür istəyirəm, ikinci ifadə qurulur. Çünki burada a little biraz anlamında deyil, balaca anlamında. Yəni bir balaca gül, bir balaca çiçək. Başa düşdünüz? Nə demək istəyirəm? Ümumiyyətlə yadda saxlayın, quantifiers kimi a little sayıla bilməyən isimdən olur. Məsələn, a little time ya çox az anlamında little time, little money, nə bilim, a little information. Görürsünüz, ancaq sayılmayan isimdən işlədirəm. Biri də var ki, balaca anlamında.
Aydındır. Mesela a little brother, a little sister, a little child, a little kid. Aydındır o anlamda. 8-ci suala keçsəm. Bircə dəqiqə. Bircə dəqiqə deməkdən adətən mən bircə dəqiqə uşaqlar onu mən irad tutur, onu görüyorsun bəzən deyirəm bircə dəqiqə. Uşaqların arada biraz zarafatlar edirik, dilimə keçib. 8-də if you, if you'dan sonra cəmsim gəlir. Bir səhvdir. If you'dan sonra ki mən cəmsim gəlir. 2 düzdür. Burada söhbət informationdan getmir uşaqlar. İnformasiya mərkəzlərindən gedir. Məsələn, aeroporta getmirsən, ya asan xidmətə getmirsən, orada görürsünüz informasiya mərkəzləri var da, yaxınlaşırsan, sənə məlumat verilir. Söhbət onlardan gedir. Informationdan getmir. If information centers. Bir neçə məlumat mərkəzi, informasiya mərkəzi. 2 deməli düzdür. Aha. 3-ə baxsam, 3-də a little useful information düzdür. Biraz faydalı məlumat. İsmə baxıram, information sayılmayan. İsimdir və little-ın işlədə bilər. 4 də düzdür. İnformasiya sayılmır, maçdan işlədə bilər. 5 səhvdir. Little-dan sonra pieces cəm olmaz. Deməli, onda burada düzgün cavab nə oldu? Oldu burada cavab D bəndi. Hə? 2, 3, 4 düzdür. Burada 3 də düz idi. Keçək o birisi suala. Sual nömrə 9-a. If you butt a knife, söhbət yağdan getmir. Tərcümə edin. Yağ bıçaqlarından gedir. Yağ bıçağı da sayılır da. Görürsünüz, knives cəmdədir. Cəmi bu şəkildə düzələr. Deməli, 1 düzdür. İkinci sual deməli səhvdir. Lap balaca mənasını desəm belə, məsələn, mənim balaca bıçağım var. I have a little knife. Onda knife sözü, bıçaq sözü təkdə olmalıdır da. O birisi anlamda da səhvdir. Az öncə dediyim gibi bunun balaca anlamında var. Burada hər iki mənada səhvdir. Bıçaq da sayılır anlamında səhvdir. Plus da ki, əgər bir balaca anlamında demək istəyirsiniz, onda bu söz təkdə olmalıdır. O cəhətdən də səhvdir. 3 avtomatik səhvdir. Çünki yağ bıçaqları sayılır deyə maçla işlədilməz. Maç sayıla bilməz. Nə olur? 4 tamamilə düzdür. Many knives çoxlu bıçaqlar. 5 də düzdür. Maç batən çoxlu yağ. Yağ sayılmayan isimdir. Oldu cavab 1, 4, 5 C bəndi. Sonra keçək o birisi testə. 10. Several bir neçə deməkdir. Several uşaqlar sayıla bilən isimdən işlədilir. News xəbər sayılmır. 1 getdi. 2. A piece of news. Ola bilər. A piece of news, yəni bir parça, bir hissə, xəbər anlamına gəlir. Ola bilər. A piece of ifadəsi quruluş cəhətdən burada doğrudur. 3-ə baxsam, much news program səhvdir. Çünki söhbət xəbərdən getmir. Xəbər proqramlarından gedir. Xəbər proqramları sayılır. Ona görə burada maçdan olmazdı. Maç sayıla bilməyən isimdən işlədilir. Yəni burada proqram sayıla bilən isimdir. 4. Many news agencies. Xəbər agentlikləri. Burada görürsünüz, söhbət xəbərdən getmir. Agentliklər cəmdədir və 4 olar. 5 də burada olar. Çünki much useful news. Nə deməkdir? Yəni, çoxlu faydalı xəbər. Xəbər də sayılmır deyə 5-dən işlədilə bilər. Onda burada olacaq cavab 2, 4, 5. Oldu C bəndi. Keçək 11-ci sualda da bu elə görürəm qabağa silinib PDF-də. Aha, too many butter səhvdir. Butter, many'dən sonra butter gəlməz. Butter çünki sayılmayan isimdir. 2, if-dən sonra ki, mən cəmsim gəlir, cəmdir də. If you slices, bir neçə dilim of butter, bir neçə dilim yağ. 3-də baxın, many'dən sonra burada butter knives, yenə az öncə testdəki izah elədim. Yağ bıçaqlarından söhbət gedir. Çoxlu yağ bıçaqları düzdür. Many butter knives, söhbət yağdan yox bıçaqdan gedir. 3-də düzdür. 4-də uşaqlar a lot of-la lots of eyni şeydir, yadda saxlayın. Ya a lot of, ya da lots of eyni şeydir. Amma a lots of da olmaz. A lots of deyə bir ifadə yoxdur. Ya a lot of deyirəm, ya lots of deyirəm. Sinonimdir, ikisi də eyni şeydir. A lot da dedim nədir? A lot isə feilə aiddir. Burada 4-də lots of peanut butter. Burada söhbət, ümumiyyətlə fərqi yoxdur. Burada söhbət yağdan gedir. Lots of ya a lot of. Onlar həm sayıla bilən, həm sayıla bilməyən isimlə işlədilir deyə burada 4-də doğrudur. 5, baxın, az öncə izah elədim və qarşıma indi çıxdı. A lots of ifadəsi yoxdur. Ya a lot ofdur, ya da lots ofdur. Esiz. Burada cavab deməli 2, 3, 4, D bəndi oldu.
12-ci suala keçək. Have you ever seen? Sən heç görmüsən? Deməli, 2 burada gözümə girdi səhvdə. Nəyə görə? Sacıdan sonra əgər siz quantifiers işlətmək istəyirsinizsə, kəmiyyət bildirən sözlər, yəni many, much, few, a lot of, little. Sacdan sonra ancaq işlənə bilər a lot of, yadda saxlayın. Sacdan sonra kəmiyyət bildirən sözlər əgər işlənəcəksə, ancaq a lot of ola bilər. Ona görə 2 avtomatik olaraq səhvdir. Sonra digərlərindən baxsam. Burada bir səhvdir nəyə görə? So-dan sonra uşaqlar sifətlə zərf gəlir. Yəni isim də gəlməz də bu tərəfdə. Sifət gəlsə belə isim də gəlməz. Bir səhvdir. Ya da saxlayın, so-dan sonra həm sifət də gələ bilər. Məsələn, so big, çox böyük. Amma deyə bilmərəm də so big, nə bilim, house. Olmaz. So-dan sonra sifət gələ bilər. Aylıqdan zərf də gələ bilər. So fast, məsələn, çox sürətli. Amma orada isim gəlməz. Aydındır. So-dan sonra yatasan sifət zərf, sacdan sonra isə gələ bilər sifət, isim. Sifət gələcəksə ismi də gəlməlidir. Məsələn, bax 3-dəki kimi. Görürsünüz, sacdan sonra sifət gəlib, ismi də gəlib. Such a boring movie. Film də sayılır deyə qabağında e-sini də yazıb. Yəni ki, elə maraqlı film. Such a boring movie. 4-də də düzdür. Çünki so-dan sonra kəmiyyət bildirən sözlər many də gələr, much da gələr, few də gələr, little da gələ bilər, amma artiklesız. Yəni so a few, so a little belə olmaz. Bunları əzbərləmək lazımdır. Sacdan sonra işlənə bilər a lot of. Mən videoda bu qədər geniş izah vermirəm, çünki mən test izahı verirəm. Yəni bu dərsi oxumuş uşaqlar adətən bunu da baxsa yaxşıdır. Yəni müəyyən məlumatı olan bu haqda. Çünki onun haqda da geniş, yenə də əslində testlərdə geniş izah verməyə çalışıram, amma yəni onda videoda uzun olur. Yəni dərslərimdə təbii ki, daha geniş izah verirəm. Promises, vədlər, sözlər cəmdədir. A lot işlənməz, a lot feillə işlədilir, söz vəd isimdir. Bu tərəfdə baxsam, burada but var, deməli but təzadlıq bildirir. Yəni demək istəyir ki, yəni çoxlu sözlər, vədlər verildi. Amma hər halda demək istəyir ki, çox azı saxlanıldı da, tutuldu, çox azı tutuldu. Çoxlu vədlər verildi, amma çox azı tutuldu. Görürsünüz, buradan məchul növdür. Deməli, A bəndə olmazdı. Həm deyirəm çoxlu sözlər verildi, həm də amma çoxlu tutuldu. Biraz olmur da. Bu tərəfə çox qoyursansa, o tərəfə deməli az qoymalısan. Ona görə oldu C bəndi. D bəndi görürsünüz olmaz burada. Only if you. Ondan sonra ancaq article gəlir. B bəndi də olmaz ki, təzadlıq deyil də. Biri çox, biri az olmalıdır. Ona görə burada oldu. Cavab C bəndi. Sonra keçdik növbəti suala. Heç bilmirəm nömrəsi neçədir, neysə izah eləyək. A lot of bilir ki, həm sayıla bilən isimlə, həm sayıla bilməyən isimlə, sayıla bilən, həm də sayıla bilməyən isimlə işlədilir. Əgər burada sayıla bilən isimlə işlədirsiniz, o cəmdə olmalıdır. Yəni, əgər sən deyirsəniz, a lot of big bridges deməliyəm, yəni çoxlu böyük körpülər. Bu körpü çoxdursa, niyə görə cəmdə deyil? Axı körpü sayılır, bridges olmalıydı. 1 ona görə səhvdir. 2 tamamilə düzdür. If you gördüm cəmisim, görsünüz cəmisimdir. If you drops of water, yəni bir neçə su damcası. 3 burada. Aerozol spreyi. Əgər bu aerozol spreyi cəmdədirsə, sprey sayılırsa, niyə görə maçla işlədilir? Axı maç sayıla bilməyən isimlə işlədilir, yəni tək isimlə işlədilir. Deməli 3 səhvdir. Avtomatik cavab qaldı 2, 4, 5. 4-dən 5-ə də baxsam, bayaq dedim ki, several ancaq sayıla bilən isimlə işlədir. Yəni cəm gəlir, several friends, bir neçə dost. Burada several cups of tea, bir neçə fincan çay. 4 də ona görə düzdür ki, söhbət burada little wet drops deyə bilərsiniz ki, drops cəmdədir axı. Söhbət burada little balaca anlamındadır. Deməli, little wet drops, yəni balaca rütubət damcıları, nəm damcıları. Belə düşünün də. Aydındır. Wet burada nəm, rütubət anlamına gəlir yəqin ki. Yəqin ki, yəni elə. İndi düşünməyin ki, burada little burada quantifiers deyil, balaca anlamındadır. Yaxşı uşaq, yəni balaca su damcıları, nəm damcıları. Aydındır. Amma a little lit biraz az anlamında quantifiers kimi ancaq sayıla bilmən isimlə işlədilir. Keçdik 15-ə. A little baby bird. Baxın, ola bilər. Bu balaca anlamındadır. Yəni bir balaca körpə quşda, quş balası. A little baby bird ola bilər. 2-də several European cities ola bilər. Bir neçə Avropa şəhərləri. Severaldan sonra dediyi cəmisim gəlir. Görürsünüz, tərcümə edəndə aydın olur. 3 də burada düzdür. Much rubbish. Çoxlu zibil sayılmır. Avtomatik olacaq belə. 1, 2, 3 olacaq. Sırayla düpbədüz gəldilər. 4 və 5 ona görə olmaz ki.
Too much plastic bottles. Çoxlu plastik butulkalar. Plastik butulkalar sayılır. Butulka sayılır. Ona görə maçdan olmaz. Burada mini ilə ola bilərdi. 5 də səhvdir. Sən sportdan danışmırsan, idman klublarından danışırsan, sport clubs deyirəmsə maçdan olmaz. Mini ola bilərdi, a lot of ola bilərdi, lots of ola bilərdi. Aydındır. Maç sayıla bilməyəsindən işlədilir. 16-cı sual. Such many students. Suchdan sonra dedim count farce ancaq hansı gələ bilər? A lot of gələ bilər. Olmaz. Sonra 2-də plenty of time ola bilər. Plenty of işlədilə bilir. 3-də if you capable people. Capable bacarıqlı deməkdir. Söhbət insandan gedir burada people. If you capable people. Yəni bir neçə bacarıqlı insan. 3-də düzdür. 4-də səhvdir. Match sayıla bilməsindən işlədilir. Match grammar rules. Qrammatik qaydalar sayılır. Matchla olmaz. 4 səhvdir. 5-də a lot of warm clothes olar. A lot of üçün fərqi yoxdur. Deməli, burada oldu cavab 2, 3, 5 evləndi. 17-ci suala keçsək, burada 17-də. Bir balaca qənd anlamında a little sugar ola bilər. Həm də ki, sayıla bilməsi biçimində ola bilər. Sonra 2-ci sual. Much spoons of sugar. Much sayıla bilməsindən işlədilir. Spoons burada səhvdir. Much sayıla bir qaşıq çünki burada sayılıbdır. 3 düzdür. Much furniture, çoxlu mebel. Çünki mebel sayılmayan isimdir. 4-də a little'dan sonra pieces gəlməz. A little çünki sayıla bilməsindən olur. Onda oldu burada 1, 3, 5, 17 oldu. Cəbəndi. 18-ci sual. Çörək sayılmır. Ona görə much bread düzdür. 2-ci sual. 4 slices of bread. 4 deyirəmsə, bəli, dilim cəmdə olmalıdır və cəmdədir. 2 də burada düzdür. 4 dilim çörək. 3 səhvdir. A lot feyla etdi. Bread çörəkdir. 3 getdi. 4-də if-dən sonra hökmən cəm isim gəlməlidir. Pieces olmalıydı. Getdi. Qaldı 1, 2, 5. Many slices of bread. Çoxlu dilim çörək. 1, 2, 5. B bəndi. Sonra 19-cu sualda 19-22 sualımız qaldı. 19-da money. Pul sayılmır. If-yu ilə işlədilməz. Çünki if-yu sayılanla işlədilir. Many də sayılan cəmlə işlədilir. Burada much da olar, little da olar, a little da ola bilər. Bu tərəfə baxsam only. Only-dən sonra gəlir ya only if-yu, ya only a little gəlir. Burada əslində hamısı ola bilər. İndi mən burada tərcüməyə baxmalıyım. Deyir Tom has very. Burada very. Very'dən sonra, to-dan sonra very, to, so. Bunlardan sonra uşaqlar artiklesız gəlir. Məsələn, very a little deyə bilmərəm. Very little deyərəm. Aydındır. Onda burada qaldı ya A, ya E və biz də danışırıq burada dollars. Dollars valyuta sayılır. Bilirsə də pul sayılmır. Pulsuz çünki sən demirsən mənim 5 pulum var, 6 pulum var. Nə deyirsən? Nəsə 5 manatım var, 10 manatım var, 100 dollarım var. Valyuta sayılır. Dollars burada cəmdədir deyə elitindən olmaz. Olacaq nə ilə? If you ilə. Yəni Tom has very little money in his pocket. Deyir Tomun cibində çox az pulu var da, yəni yox dərəcəsində. Yox, burada hansını dedi? 19-da. Tom has very little money in his pocket. Tomun deyir cibində çox az pulu var. He can give you only a few dollars. O deyir sənə ancaq bir neçə dollar verə bilər. Əslində biraz tərcümə indi bu cümlə qəribə gəldi, amma qrammatik qaydanın ebəndə oldu. Əgər Tomun cibində, yəni həsildə çox az pulu varsa, o sənə bir neçə dollar niyə versin? Əslində biraz tərcümə ilə burada biraz qəribədir. Amma yəni qrammatik qayda ilə burada ebəndə uyğu gəldi. 20-də I have, birincisi burada if you gördüm. If you cəm isimlə işlədilir. A few more problems deməliyəm, bir neçə daha problemlər. 5 ona görə səhvdir. Sonra burada baxıram. Birinci sual düzdür. Birinci one more question deyir. I have one more question. Mənim daha bir sualım da var. Burada sual 1-dir deyə question təkdə olar da. Yəni 1 düzdür. 2-də əgər 2 daha sualım, 2 daha məlumat burada. Information sayılmır. Burada to ilə işlədilməz. Ona görə 2 səhvdir. 3-də some more questions ola bilər. Daha bəzi suallarım var. Some üçün ümumiyyətlə fərqi yoxdur. 3 ona görə düzdür.
4'də də burada düzdür. A little more time. Biraz daha vaxt. Axı vaxt sayılmır. Ona görə a little işlədilə bilər. Burada da oldu cavab. D bəndi. Oldu uşaqlar. Video biraz uzun oldu. Yenə də dedim ki, biraz qısa olsun. Çünki biraz izahlar da verdim. İnşallah ki, sizin üçün bu video faydalı olar. Dəstək üçün kanala abunə olmağı unutmayın. Kimin də dəstəklə bağlı sualları varsa, WhatsAppda mənə yaza bilər. Sağ olun, uğurlar.